Dostlar salam, mən YouTube kanalımı izləyənlər. Bugün də belə bir video çəkmək qərarına gəldim. Çoxdan da video çəkmirəm. Heyvanlarımız böyüyüb. Heyvanlarımızı getmişik bura. İnşallah ki baxarsınız, bəyənərsiniz, paylaşım eləyərsiniz. Bunları bir-bir göstərəcəm sizə. Baxın. Axırıncı videoda olan xırda heyvanlardılar, böyüyüblər. Artıq böylərdə üz qabığını yığdım. Bu heyvanlar böyüdü, maşallah. Hansı? Adam da vurur bu. Adam da vurur. Sadəcə baxın. Kanalda bəyənmə, yorum yaddan çıxmasın. Çox xahiş edirəm. Paylaşım yaddan çıxmasın. Belə bir ballımız da var, maşallah. Dostlar, nə sualınız varsa verə bilərsiniz. Şərh bölməsində yaza bilərsiniz. Belə bir balığımız var. Daş ballı. Maşallah oğlum. Aşağı cəgilə bir qaranlıqdır. Bilmirəm necə düşəcək. Biraz hürkəkdir. Biraz hürkək heyvandır bu. Onu da çox incitməyək. Aşağı gözdə 3 tozumuz var burada. Ona da baxaq. Bir də oldum, görürəm. Maşallah. Soğuşanlar təkdən verin. Bir də ara bir vitaminli su verirəm. Burada da belə bir çolpamız var. Maşallah buna da. Bu da maşallah iri heyvan olacaq. Maşallah oğlum, maşallah. Oğlum, maşallah. Deyim, az da olsa heyvanları tanıtım videosu çəkeyim. Çoxdan da video çəkib paylaşmıram. Dostlar, kupeylərimiz belədir. 80-ın 80'da, hündürlüyü 90 santı. Necə yığmışam? Yorumlarda gözləyirəm sizləri. Keçək burada heyvanımıza. Burada da bir dənə çox qızğın heyvanımız var. İnşallah ki bəyənərsiniz. Bir də abunə olmaq da yaddan çıxmasın. Bir gündən sonra ara videolarımız gələcək inşallah. Maşallah oğluma, maşallah. Axırıncı videoda olan balaca çolpalardı. İndi böyüyüblər. Aşağı yuxarı 8 ayın içindədirlər. Burada da belə bir beçəmiz var. Sarı ballı. Xeyir olsun. Bu da yaxşı heyvan. Hamısı adam dişləyir. Adam vurur hamısı. Niyə dişləyirlər hələ də mən özüm də bilmirəm.
Maşallah oğluma maşallah. Prosta kupeylərin için ışıqların yığmamışam deyənə biraz qaranlıq görsənə bilər. Onda üzr hesab eləyin. İnşallah onları da həll eləyəcəm. Burada da belə bir toyuq tükümüz var. Dostlar, mənim TikTok səhifəmdə keçid eləyə bilərsiniz. Göyçay Farm adlı TikTok səhifəmdə var. Orada da bütün heyvanları paylaşmışam. Əsas heyvanları orada paylaşıram. Paylaşım orada olur çoxu. Orada keçib orada da mənə dəstək olmaq istəyən dəstək ola bilər və sevinərəm. Burada çox qaranlıq düşdü. Bura görüm. Bura qaranlıq düşdü. Kupeylərin içini işıq sistemi yığmamışam. Belə dostlar, az da olsa heyvanları göstərdim sizə. İnşallah bu hissələr də yığılacaq. İnşallah bura olacaq cücə saxlamaq yerləri. Döl, xoruzlar, fərələr atacam bura. Yuxarıda da inşallah cücə saxlayacağam. Heyrət cücələri. Belə. Hər halda 10 dənə kupey yetir mənə. İndi artdıqca inşallah ki kupeylərin də sayını artıracağım. Hələ ki belədir dostlar. Bəyənib paylaşım edib yorum yazmağı unutmayaq. Bir də sizdən çox xahişim. Göyçay Farm adlı səhifəm var. TikTok səhifəm, orada dəstək ola bilərsiniz və çox sevinərəm. İnşallah ki videoda yazacağım. Orada keçid eləyin. Heyvanların çoxlu sayda orada videolar var. Baxa bilərsiniz, bəyənə bilərsiniz, yorum ata bilərsiniz. Satdıq heyvanlar da olur orada. İnşallah ki keçid eləyib orada baxa bilərsiniz. Çox sağ olun dostlar.